Şirvanşahlar Sarayı Azərbaycanın möhtəşəm memarlıq abidələrindən biridir. Şirvanşahlar Sarayı 15-ci əsrdə Şirvanşah 1-ci Xəylullah tərəfindən tikilib. Əvvəllər Şirvanşahlar dövlətinin paytaxtı Şamaxı idi. Sonradan paytaxt Bakıya köçürüldü. Bundan sonra sarayın inşası başlandı. Tikinti işləri 30 il davam etdi. Dövlət tərəfindən mühafizə olunan Şirvanşahlar Sarayı kompleksi 1964-cü ildən muzey qoru statusu alıb. Şirvanşahlar Sarayı 2000-ci ildə UNESCO-nun maddi mədəni irs siyahısına daxil olub. Saray 2 mərtəbədən ibarətdir. Birinci mərtəbədə 27, ikinci mərtəbədə isə 25 otaq var. Şirvanşahlar Sarayının yaşayış binası, divanxana, Seyid Yəhya Bakurinin türbəsi, Keyq Qubad məscidinin qalıqları, Sultan Murad darvazası, Şirvanşahların ailə türbəsi, Şah məscidi, saray hamamı daxildir. Divanxanada şah rəsmi qəbul mərasimləri keçirirdi. Divanxanaya daxil olan yerdə qapının üstündə Quranın 10 surəsindən ibarət yazılır. Hamamxana isə təmizlik məbədi hesab olunurdu. Hamama gələn su yerin altından çıxırdı. Suyu ağ nefti yandırmaqla qızdırırdılar. Hamamxananın divarları çox gözəl naxışlarla bəzədilmişdi. Ovdan su saxlamaq üçün tikilən quyu yeraltı hovuzudur. Alimlər müəyyənləşdiriblər ki, saraydakı ovdan 500 ton su tutulmuş. Muzeyin eksponatları içərisində bəzək əşyaları, arxeoloji tapıntılar, saxsı qablar, müxtəlif rəsmlər, milli geyimlər və 18-ci, 20-ci əsrlərə aid olan çoxlu sayda məişət avadanlığı sərgilənir. Şirvanşahlar Sarayının daş divarları üzərində oyma üsulu ilə çoxlu maraqlı yazı var. Bu yazılar Şirvanşahlar Sarayının xalqımızın milli memarlıq nümunəsi olduğunu təsdiq edir. Onu qorumaq və gələcək nəsillərə saxlamaq isə hər birimizin vətəndaşlıq borcudur. Axı hər bir xalqın böyüklüyü ilk növbədə onun mədəni irsinin zənginliyi ilə ölçülür.